Məqsədinə çatmaq üçün daim üzərində çalışan 17 yaşlı yeniyetmə nümunəyə çevrilib. Təhsil sahəsində ən böyük arzusunu gerçəkləşdirən Rauf Axundov böyük uğura imza atıb, əldə etdiyi rekorda baxın. Uğur qazanmaq elə də asan deyil. Bunun üçün çox çalışmaq və inanmaq lazımdır. 17 yaşlı Rauf Axundov kimi. O, əzmi, qətiyyəti sayəsində SAT imtahanında ölkə üzrə maksimum 1600 bal toplayaraq yeni rekorda imza atıb. 5-6 ay ərzində hazırlaşdım SAT-yə və mən həmişə Amerikada oxumaq istəyirdim. Harvardda, Princeton'da, Yale'da, Stanfordda ya başqa bir güclü universitetdə. O həmişə mənim arzum olub və o arzuya çatmaq üçün mən SAT imtahanı verməliydim. Həmişə bilirdim ki, mən 1600 alacağam. Mən bilirdim ki, o mənim istəyimdir, o mənim arzumdur və mən bilirdim ki, əgər öz arzumun üstündə yəni ki, düzgün puanı qursam və o puanın dalınca mən üstündə işləsəm, mən çatacağım öz məqsədimə. Rauf Axundov 4 ildir ki, Londonda təhsil alır. Qarşıda onu böyük arzusu, Amerikada ali təhsil gözləyir. Deyir, təhsildə qazandığı uğuru əzminə və müəlliminə borcludur. Gecələr çox işləyirdim və çox vaxt ayırdım SAT hazırlaşmaq üçün. Bu dəqiqə mənə həm də məktəbdə deyirlər ki, mən indi Rauf kimi yox, və Azərbaycanlı kimi tanıyırlar. Politologiya oxuyub, ondan sonra magistratura Amerikada qutarıb, mən Azərbaycan qayıtmaq istəyərdim. Rauf